o vaxt o indiki körfəz ölkələri ki var, Osmanlılar oranı tərk eləmişdilər. Osmanlı oldu demək olar ki, yox idi. Məkkəni əşraflar, bir tayfa var orada, əşraflar, onlara tapşırmışdılar ki, həccə gələnlər, ümrəyə gələnlərə xidmət eləsinlər. Ona görə qəbilələr idi və qəbilələr bir-birlərlə döyüşürdülər, hətta həccə gedənlərə təhlükə idi, hərdən basqın edirdilər karvanlara. Belə bir vaxtda etiqad cəhətindən də, yəni bərbad gündə idi, insanlar, qadınlar, məsələn, gedib ağacdan övlad istəyirdilər və s. Sadəcə o adam çıxdı, dedi ki, belə şeylər düzgün deyil. İndi o vaxt ki, qəbilələrdən, qəbilənin başçısı Saud adlı əmir ona kömək elədi bu məsələdə, dəstək oldu. Və salam. Amma qaldı ki, Osmanlılara qarşı çıxıb və s. Osmanlılar müharibə eləyib. Muhammed ibn Abdülvahhab eləməyib belə bir şey. Sadəcə orada Osmanlı yox idi, tərk eləmişdi oranı. Çünki aydındır ki, axırıncı sultanlar nə həcc eləyiblər, nə ümrə. Heç getmirdilər o tərəfə.